Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın sınaq toplusundan 40-cı sınavın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. İlk sualda deyir ki, neçə nömrəli fərdlər içəri üstəgəl becərmə nəticəsində yaranmışdır. İçəri becərmə deyərkən inbreeding nəzərdə tutulur. İçəri, breedingdə becərmə. Inbreeding nə idi? Heyvanlarda qohum çarpazlaşma. Heyvanlarda və bitkilərdə qohum çarpazlaşma. Heyvanlarda buna məsələn ata övlad, bacı qardaş arasında və ya ki ana övlad arasında becərmənin misal göstərə bilərdik. Amma bitkilərdə isə məsələn öz-özünə tozlama buna misaldır. Yəni burada baxaq, demək inbreeding harda var? Yəni ata övlad, ana övlad və ya ki bacı qardaş arasında çarpazlaşma. Burada biz bacı qardaş arasında çarpazlaşmanı 6 və 7-nin arasında görürük. Yəni 6 və 7 bacı qardaş fərdlərdir, onların arasında çarpazlaşma baş verir. Və bu çarpazlaşma nəticəsində 12 nömrəli fərd alınır. Deməli 12 nömrəli fərd inbreeding nəticəsində alınmışdır. Bəli, uyğun cavab. Sonra ikinci suala baxaq. Uyğunluğu müəyyən edin. Kütləvi seçmə və fərdi seçmə verir. Kütləvi və fərdi seçmə. Nəslin genotipi nəzərə alınır. Nəslin genotipi nəzərə alınır isə bu fərdi seçməyə aiddir. Genotip nəzərə alınmayan isə kütləvi seçmədir. Bitkilərə tətbiq olunur. Hər ikisi bitkilərə tətbiq olunur. Fərdi seçmə öz-özünə tozlanan bitkilərə, kütləvi seçmə isə demək çarpaz tozlanan bitkilərə tətbiq olunur. Heyvanlara tətbiq olunan sadəcə fərdi seçmədir. Və körtəbli seçmə formasıdır. Xeyr, bunların hər ikisi şuurlu seçmədir. Ona görə də 1-ə ACD-ni, 2-yə də BC-ni aid edirik. Bu da demək bizə A bəndində verilmişdir. Heterozigot genotipi fərdlər alınması ilə nəticələnən seçmə forması hansı canlıya tətbiq oluna bilər? Heterozigot genotipi fərdlər alınması ilə nəticələnən seçmə forması deyərkən, burada biz kütləvi seçməni nəzərdə tuturuq. Kütləvi seçmədə deməli tətbiq olunur çarpaz tozlanan bitkilərə. Yəni bitkilər içərisində öz-özünə tozlananlara və həmçinin heyvanlara tətbiq olunmur. Ona görə də biz burada çarpaz tozlanan bitkini, yəni qarğıdalını götürdük cavab olaraq. 4-də deyir ki, hibridlərdə əlamətlərin dominantlıq edə bilməsi hansı amillərdən asılıdır? Belə bir cümlə var idi kitabda. Deyirdi ki, hibridin yəni dominant əlamətin üzə çıxması üçün ətraf mühitdə həmin dominant əlamətin üzə çıxmasına müvafiq şərait olmalıdır. Yəni əlverişli şərait olmalıdır. Burada baxaq, C bəndində belə bir cümlə var. Deyir ki, ətraf mühitin bu əlamət üçün əlverişli şəraitindən asılıdır dominantlığın üzə çıxması. Burada C bəndi də uyğun cavab olacaq. Miçurinin mentor metoduna aid olmayan variantı seçin. A-da deyir ki, aldığı hibriddən həm calaqaltı, həm də calaqüstü kimi istifadə etmişdi. Bu doğrudur. Uyğun olmayan soruşur bizdən. Bitkinin genotipini dəyişməklə dominantlığa nail olurdu. Xeyr, genotipini dəyişmirdi. Mühitin şəraitini dəyişirdi. Elə cavab budur. C-də deyir ki, sortları çoxaltmaq üçün yalnız vegetativ üsullardan istifadə etmişdi. Bəli, vegetativ üsullardan çoxaldırdı. Çünki toxumla çoxalma nəticəsində qiymətli əlamətlər itə bilərdi. Belki alma sortunun alınmasını istifadə etmişdi. Doğrudur. Çarpazlaşma nəticəsində alınan bitki sortu həm məhsuldarlıq, həm də ki, soyuğa davamlılıq əlamətini birləşdirirdi. Bəli, hər iki valideyn əlamətini birləşdirirdi. Yəni burada B bəndi yanlış oldu. Öz-özünə tozlanan bitkilərdə əlverişsiz mutasiyaların üzə çıxmasının səbəbi nədir? Əlverişsiz mutasiyalar niyə görə üzə çıxır? Homozigot vəziyyətdə olanda üzə çıxır. Homozigot vəziyyətdə. Tutaq ki, hər iki mutasiya əlverişsizdir, o zaman üzə çıxır, yəni özünü təzahür etdirir ki, homozigot vəziyyətdə olur. Öz-özünə tozlanmada deməli homozigotluğa səbəb olan tozlanma. Yəni homozigot, yəni eyni genlərin belə deyim, tutaq ki, bir X genidir. Bu X genlərinin gəlib resessiv vəziyyətdə üst-üstə düşmə ehtimalı çoxalırdı. Yəni bir fərddə özünü təzahür etmə ehtimalı çoxalır. Deyir ki, onlar tezliklə heterozigot vəziyyətə keçir, təbii seçmə tərəfindən aradan çıxarılır. Öz-özünə tozlanan bitkilərdə əlverişsiz mutasiyaların üzə çıxmasının səbəbi nədir? Heterozigot vəziyyətə keçsə, əlverişsiz mutasiyalar, yəni bu üzə çıxmayacaq və təbii seçmə tərəfindən də çıxarılmayacaq. Bir də öz-özünə tozlanmada homozigotluluq artır. Yəni burada heterozigotluq artmır. Ona görə bu fikir uyğun fikir deyil. B-də deyir ki, mutasiyaların əksəriyyəti resessivdir və homozigot vəziyyətə keçdikləri üçün letal olur. Bu daha doğru cavabdır, bəli. Mutasiyaların əksəriyyəti resessivdir, bu doğrudur. Həm də öz-özünə tozlanmada həmin resessiv mutasiyalar homozigot vəziyyətə keçir, letal olur. Çünki zərərli ola bilər də, yəni zərərli mutasiyalar üzə çıxa bilər, özünü bir üzə verə bilər və öldürücü, yəni letal təsir göstərə bilər. B cavabı uyğunluq çoxdur, amma gözləyək digərlərində. C-də deyir ki, mutasiyaların əksəriyyəti resessivdir. Heterozigot vəziyyətdə, yenə də heterozigot vəziyyətdə götürmürük. Mutasiyaların əksəriyyəti dominantdır və öz-özünə tozlanma zamanı üzə çıxma ehtimalı çoxalır. Mutasiyaların əksəriyyəti dominantdır
Əksəriyyəti dominant deyil. Bu yanlışdır. D bəndi götürmürük buna görə. Qeyd edək ki, öz-özünə tozlanan bitkilərin də mutasiyaların toplanması ətraf mühit şəraitinə asılıdır. Xeyr, mutasiyaların toplanması mühit şəraitinə görə deyil. Öz-özünə tozlanan bitkilər biraz əvvəl dediyimiz kimi hər dəfə eyni genləri alır, eyni genləri alır. Eyni genlər nəsildə çox yığılır. Bu səbəbdən yəni onlarda toplanır, yəni yığılır mutasiyalar. Yəni burada elə yenə də cavablar içərisində ən doğru cavab B bəndi olduğunu görürük. Verilənlərdən biri seleksiya işinin uğurlu olması üçün nəzərdə tutulmamışdır. Baxaq, izən keçmənin qanuna uyğunluqları nəzərdə tutulub, mühitin rolu nəzərdə tutulub, mutasiya nəzərdə tutulub, süni seçmənin formaları nəzərdə tutulub, başlanğıc materialının irsi müxtəlifliyinin az olması, irsi müxtəlifliyin az olması yox, çox olması nəzərdə tutulub. Yəni, burada nəzərdə tutulmayan dediyinə görə elə E bəndini götürəcəyik. 8-də deyir ki, törədicilərin nəslə görə təyini hansı əlamətə görə müəyyən olunur? Törədicilərin nəslə görə təyini nə idi? Törədicilərin nəslə görə təyini o idi ki, məsələn, tutaq ki, yumurta vermə əlaməti. Yumurta vermə, yəni bu dişilərə xasdır. Erkəklər yumurta vermirlər. Tutaq ki, xoruzlar yumurta vermirlər. Amma xoruz da yumurta vermə genini daşıyır. Xoruzdan əmələ gələn balalarda bir analiz aparılır. Əgər demək ki, həmin balalarda, tutaq ki, dişi fərdlərdə yumurta vermə əlamətləri üstünlük təşkil edirsə, deməli, xoruzda da yumurta vermə əlamətləri, genləri mövcud olub və üstünlük təşkil edib. Yox, əgər balalarda yumurta vermə əlamətləri zəifdirsə, yəni analiz nəticəsində bunu görürlər ki, bu nəticələr zəifdir və deyirlər ki, bunun valideynlərində, məsələn, elə erkək fərdlərdə də, xoruzda da, yəni yumurta vermə genləri, yəni zəif olub, yəni zəif məhsuldarlıq olub yumurta verməyə görə. Ona görə burada, məsəl üçün, törədicilərin nəslə görə təyini deyək ki, biz əsasən burada erkək fərdlərdə baxacaq. Südün miqdarı, yumurta vermənin miqdarı, yumurtanın miqdarı və s. Baxaq, burada deyək ki, toyuqlarda yumurta vermə, inəklərdə süd vermə. Buğalarda südün yağlılığı, bəli. Buğalarda südün yağlılığı, buğa erkək heyvanı, yəni südü vermir o. Amma südün yağlılığı, yəni təyin olunarkən, yəni buğaların da genlərinə baxılır. Madyanlarda süd vermə, xoruzlarda lələk rəngi. Düzdür, burada xoruz deyir, amma lələk rəngindir. Yəni, burada süd vermədən, yumurta vermədən danışmır. Sonra. Əgər turp və kələm bitkisini çarpazlaşdırsaq, yeni bitki yaranmaz, yaranar. Yeni bitki yaranar, lakin çiy açmaz. Yaranar və çiy açar. Hibrid bitki meyvə və toxum əmələ gətirməz. Bəli, meyvə və toxum əmələ gətirməyəcəkdir. Niyə? Çiy açır, amma meyvə və toxum əmələ gətirmir. Çünki burada normal qametlər əmələ gəlmir. Normal qametlər əmələ gəlmədiyi üçün tozlanma və mayalanma getmir. Tozlanma və mayalanma getmədiyi halda meyvə və toxum əmələ gəlməz. Amma yəni bunun onsuz da tozlama mayalanmadan əvvəlki proseslərdir, çiyin açması, çiy açacaq. Amma meyvə toxum əmələ gəlməyəcək. 36 xromosomlu hibrid bitki yaranar. Bu o zaman olardı ki, Karpachenko metodu haqqında burada bir söz deyilsəydi. Amma testdə Karpachenko metodunun tətbiq olması haqqında heç bir ipucu vermir bizə. Ona görə də bunu götürmürük. Deyil ki, yalnız kələmə oxşayan bitki yaranır. Yanlışdır. Yəni burada hər ikisinin əlamətini daşıyır bitki. Hər ikisinə oxşayacaq. 10-cu sualda əhəlləşdirmə prosesi təbii seçmənin stabilləşdirici və hərəkət verici formalarının müvafiq olaraq necə təsir göstərir? Əhəlləşdirmə prosesi demək hərəkət verici seçməni gücləndirir. Niyə? Çünki biz orta həddən kənara çıxanlardan seçirik. Məsələn, toxumların iri ölçülü olanlarını seçirik. Heyvanlar içərisində gözümüzə iri dəyənlərini seçirik. Yəni orta həddən kənara çıxanları seçirik. Stabilləşdirici seçmə isə azalır. Çünki təbiətin stabilləşdirdiyi biz o qanuna uyğunluğu biz pozuruq. Stabilləşdirməni biz pozuruq. Ona görə də stabilləşdirici seçmənin təsiri azalır və hərəkət verici seçmənin təsiri artır. Bu da demək verilmişdir, azalır, artır. Aha, D bəndində verilmişdir. Yəni 10-cu sualda cavab D bəndi olacaq. 11-ci suala baxır. Hansı mərkəzi taxıl bitkilərinin mərkəzi ola bilər? Aha, burada taxıl bitkiləri. Biri elə Cənubi-Qərbi Asiya, yəni Azərbaycanda olduğu mərkəzdir. Burada demək taxıl bitkilərindən buğda, arpa yetişdirilir. Bundan başqa, məsələn, düyü Cənubi Asiya tropik mərkəzindədir. Qarğıdalı Mərkəzi Amerika mərkəzindədir. Dənlik sarğı Həbəşistan mərkəzindədir. İndi gəlin burada mərkəzlər içərisində biz seçək. Burada deməli A bəndini Cənubi Amerika verib, amma Cənubi Amerikanın hansı taxıl bitkisinin vətəni olduğunu, yəni belə bir kitabda məlumat ən azından xatırlamıram mən. B-də Arağı dəniz, xeyr. Həbəşistan, Cənubi-Qərbi Asiya, Mərkəzi Amerika. Bəli, ən doğru cavab budur. Sonra da Həbəşistan verib Arağı dəniz olmayacaq, Şərqi Asiya yenə olmayacaq.
Sonra 12-ci. Uyğunluğu müəyyən edin. Demək, 3-4 dənə fəslə verib və uyğun demək burada alimlər verib. Həmin alimlər həmin fəslədə olan bitkilərin seleksiyasına məşğul olublar. Məsələn, xaç çiçəklərin seleksiyasına kim məşğul olub? Xaç çiçəklərin seleksiyasına məşğul olan Karpachenko idi. Turp kələmiyədir. Gül çiçəklərlə Miçurin, demək alma və armud sortları almışdı. Taxıllarla Tsitsin. Mürəkkəb çiçəklərlə isə Pustovoydu. Burada deməli uyğunlaşdıranda 1-ə B gedir, 2-yə A, 1-ə B, 2-yə A, 3C, 4D. Demək, cavab C bəndi olur. Sonra 13-cü sualda. İnsanda postmillennial inkişaf dövründə hansı hüceyrədə karokinez getdiyi halda sitokinez getmir? Karokinez nədir? Nüvə bölünməsinə. Nüvə bölünməsi gedir, amma sitoplazma bölünmür. Nəticədə çox nüvəlilik yaradır. Biz burada enozolaqlı skelet əzələsini götürəcəyik. Nəyə görə məhz enozolaqlı skelet əzələsini götürürük? Çünki onda həmişə çox nüvəlilik olur. Ona görə. Sonra burada növbəti uyğunluğu müəyyən edin. Məlumat rentesi, nəqliyyat rentesi və ribosom rentesi verilib. Ribosomun əsas tərkib hissəsi bu ribosom rentesidir. Zənciri yonca yarpağı şəklində dediyi bu nəqliyyat rentesidir və həm transkripsiya, həm də translasiya prosesində iştirak edən isə məlumat rentesidir. Yəni C, B, A cavabı doğrudur. Bu da D bəndində verilmişdir. 14-də cavab D bəndi olacaq. Keçək 15-ci suala. 15-də deyək ki, doğru olmayan fikri seçin. Plastik mübadilə prosesləri enerjinin udulması ilə baş verir. Plastik mübadilədə bir sintez prosesləri gedir. Bəli, burada enerji udulur, doğrudur. Bizdən doğru olmayan soruşur. Energetik mübadilə proseslərində yalnız enerjinin ayrılması baş verir. Energetik mübadilə proseslərində enerji ayrılır, amma ayrılmaqla bərabər enerjinin bir hissəsi ATP şəklində demək toplanır hüceyrədə. Ona görə burada bu fikir natamam, yəni tam doğru fikir deyil. Mübadilə maddələrin mübadiləsi prosesi hüceyrənin irsi aparatının nəzarət altında həyata keçirilir, doğrudur. Hüceyrədə gedən bütün parçalanma reaksiyalarının məcmusu katabolizm adlanır, doğrudur. Maddələrin mübadiləsi iki istiqamətdə gedir, yəni plastik və energetik mübadilə. Ona görə burada B bəndi yanlış cavab olacaq. Zülalların hansı funksiyası düzgün göstərilməmişdir? Əzələlərin yığılması zülalların hərəkət funksiyası hesabına baş verir. Doğru fikirdir. Hemoqlobin ağciyərlərdən toxumalara da oksigen daşıması nəqliyyat funksiyasıdır. Doğrudur. İbtidailərdə qıcıqlanmanın əsasında zülalların bilavasitə müdafiə funksiyası yox, siqnal funksiyası durur. Ona görə bu yanlışdır. İnsülinin qaraciyər hüceyrələrinin fermentlərini aktivləşdirərək qlikozdan glikogen sintez etməsi tənzimləyici funksiyadır. Bəli, insülin hormonunun iştirakı tənzimləyici funksiyadır. Zülalların parçalanaraq enerji ayırması energetik funksiyadır. Bu da doğrudur. Sonra 17-ci sual. Lipidlərin belə funksiyası yoxdur. Lipidlərin deməli inşaat funksiyası var. Məsələn, plazmatik membran tərkibinə daxildir. İstilik saxlama funksiyası var. Məsələn, lipidlər orqanizmdə istiliyin qorunub saxlanmasına iştirak edirlər. Sonra tənzimləyici funksiyası var. Məsələn, cinsiyyət hormonları lipid təbiətli maddələrdir. Energetik funksiyası var. Parçalanmasından enerji əldə olunur. Amma siqnal funksiyası yoxdur. Ona görə bu yanlışdır. Lipidlərin sintetik funksiyasının olduğunu söyləmək olarmı? Olar, bəli. Birincidə A bəndində verib ki, olmaz. Çünki onlar sintez proseslərində iştirak etmir. Olar. Onlar cavabı ümumiyyətlə 2 yerdir. Bir B-də var, bir də D-də var. B-də deyil ki, çünki D vitamini dəridə lipidlərdən sintez olunur. Bəli, dərinin lipidlərindən əmələ gəlir. Doğrudur. D-də deyil ki, olar, çünki lipidlər digər üzvü birləşmələrə çevrilmək qabiliyyətinə malikdir. Biz çevrilmək deyərkən, yəni məhz demək ki, sintezi burada götürə bilmərik. Çünki çevrilmək bəlkə parçalanma yolu ilə çevrilə bilər, deyir. Yəni ona görə burada B bəndi D bəndindən daha doğru cavabdır. Ona görə olar və çünki D vitamini dəridə lipidlərdən sintez olunur. Bu cavab daha doğru cavabdır. 19-cu sualda. DNT molekulunun bir zəncirində timin bərabərdə 2 adenin. Yəni nə deməkdir bu? Timinli nükleotidlərin sayı adenin nükleotidlərin sayından 2 dəfə çoxdur bir zəncirdə. Demək ki, bunun qarşılığında da əksinə olacaq da. Demək, bir zəncirdə əgər məsələn timin 2 adeninə bərabərdirsə, timinin komplementarı digər tərəfdə adenindir. Demək, bu növbəti zəncirdə də adenin timindən 2 dəfə çoxdur. İkinci zəncirdə. Aha. Deyək ki, hidrogen rabitələrinin sayı 660-dır. Hidrogen rabitələrinin sayı 660-dır. Guanin nükleotidlərinin sayı 120-dir. Biz burada nükleotidlərin ümumi sayını tapa bilərik. H bərabərdə N plus S düsturu var idəlimizdə və yaxud da ki, Q düsturu. Buradan gətirib yerinə qoysuq, 660-dən hidrogen rabitəsi, nükleotidin sayını bilmirəm, guaninin sayını isə bilirəm 120. Buradan nükleotidin sayını taparam, 660-dan 120-ni çıxmaqla taparam 540. Demək, 540 dənə nükleotid var əlimizdə. Bu 540 nükleotidin, mən üzr istəyirəm, hamısını sildim. Saxlayayım.
Bu 540 nukleotidin 120'si guanindirsə, guanin komplementari adenindir. Deməli 120 dənə də guanin komplementari adenindir dedim, üzr istəyirəm. Guanin komplementari sitozindir. 120 dənə də sitozin var. 120. Deməli guanin və sitozinin cəmi 240 edir. O zaman belə çıxır ki, 540 nukleotiddən 240 elə guanin və sitozindir. Və yerdə qalan 300-ü də adenin və timinin payına düşür. Adenin və timinin payına. Bunu da 2 yerə böləndə hər zəncirə bərabər miqdarda 150 bir zəncirə düşür, 150 digər zəncirə düşür. Əgər zəncirin birində timin adenindən 2 dəfə çox isə, digər zəncirdə də adenin timindən 2 dəfə çoxdur. Yəni bu 150-nin 2 payın adenin təşkil edəcək, 1 payın timin təşkil edəcək. Yəni 100 dənə adenin olacaq burada, 50 dənə timin olacaq burada. Adenin timindən 2 dəfə çox olacaq. İndi bizdən nəyi soruşurdu? Bizdən soruşurdu ki, ikinci zəncirdə adenin nukleotidlərinin sayı neçə olur? İkinci zəncirdə adenin nukleotidi demək 100 dənədir. 100 dənə də C bəndində verilmişdir. Sonra növbəti. Əgər DNT molekulunda adenin nukleotidlərinin sayı 20% olarsa, bu zaman guanin və sitozin arasında olan hidrogen rabitələrinin sayının adenin və timin arasında olan hidrogen rabitələrinin sayına olan nisbəti neçə olur? Biz nukleotidlərin ümumi sayını bilmirik. Ona görə də onu demək X ilə işarə edirik. Ümumiyyətlə DNT molekulunda deyirik ki, X sayda nukleotid var. Bu X sayda nukleotidin 20% və ya başqa sözlə 0.2X-i adenindir. Timinin də sayı adeninə bərabər olur molekulda. Ona görə də molekulda 0.2X-də timinin sayını götürürük. Belə çıxır ki, onda guanin və sitozin də bir-birinə bərabərdir. Onda onların hər biri 0.3X eləyəcək. Yəni toplamda 1-ə bərabər olsun da 1X-a. Sonra nə deyir bizə? Deyir ki, guanin sitozin arasında olan demək hidrogen rabitələrinin sayının adenin və timin arasında olan hidrogen rabitələrinin sayına olan nisbətini soruşur bizdən. Demək, buradan guanin və sitozin hər biri 0.3X-dir. Və bunların arasında olan rabitələr də demək 3 qatlı rabitələrdir. Ona görə də bu rabitələrin sayını tapmaq üçün bu rəqəmi 3-ə vururuq. Adenin və timin demək sayı 0.2X-dir. Aralarında olan rabitə 2 qatlı rabitədir və 2-yə vururuq. Demək, nə alırıq? Alırıq 0.9X bölünsün 0.4X. Rəqəmi böləndə 2,25 alınır. Yəni, nisbət 2,25-ə bərabərdir. 2,25 də bizə A bəndində verilmişdir. Sonra, bir DNT molekulunun tərkibində 2 ədəd oksigen olan azotlu əsas olmazsa, bu sahədə amin turşu kodlaşdıran neçə triplet olur? Demək, buradan baxırıq, azotlu əsas hansındakı oksigen demək 2 ədəddir. Bu timin və urasildir. DNT-nin tərkibində urasil olmadığına görə biz sadəcə timini burada nəzərə alacağıq. Demək, timin yoxdur. Timin yoxdursa molekuldur. Demək, molekulda heç adenin də yoxdur. Çünki timinlə adenin komplementardır. Əgər timin yoxdursa adenin də yoxdur. Demək, molekul sadəcə guanin və sitozin nukleotidlərdən ibarətdir. Yəni 2 növ nukleotid var. 2 növ nukleotid də 3-3 birləşir tripletlər şəklində və 8 növ triplet əmələ gətirir. Demək, amin turşusu kodlaşdıran neçə triplet var desə 8 növ götürəcək. Yəni 21-də cavab B bəndi olacaq. Baxaq 22-ci suala. DNT molekulunun tərkibində bir ədəd oksigen olan azotlu əsas olması ilə oxşayır 21-dən. Bu sahədə amin turşusu kodlaşdıran neçə triplet olar? İndi də deyir ki, bir ədəd oksigen olan. Bir ədəd oksigen hansılarda idi? Guanində və sitozində idi. İndi demək, guanin və sitozin olmayacaq. Demək, ancaq adenin və timin olacaq. Adenin və timin yenə də 2 növdür. Və 3 birləşəndə 8 növ triplet əmələ gətirir. Amma indi burada bir şey nəzərə almalıyıq biz. Demək, bizim 3 dənə tripletimiz var idi DNT-də. Onlar heç bir məlumat kodlaşdırmırdı. Hansılar idi? Adenin, timin, ATT, ATS və AST. Biz onsuz da guanin və sitozin götürməyəcəyimizə görə ATS-ni və AST-ni götürməmişdik. Amma ATT adenin və timindən ibarətdir. Bunu nəzərə almışıq. Amma bu ATT 8-in içərisindədir. Amma ATT amin turşusu haqqında məlumatı kodlaşdırmır. Kodlaşdırmadığına görə bizdən də deyir ki, neçəsi kodlaşdırır. 8-in içərisindən, hansı ki 8 dənə adeninli və timinli azotlu əsaslardan ibarət olan nukleotidlər idi, həmin bu ATT-nin sayı, yəni 1-i çıxırıq. Onda qalır 7-si. Yəni 7-si məlumatı kodlaşdırır. Cavab B bəndi olacaq. DNT alimin nümayəndələrində yalnız bir hərəkət orqanoidinə rast gəlinir. Yalnız bir hərəkət orqanoidinə rast gəlinən, demək, bakteriyalardır, demək, göbələklərdir, bir də bitkilərdir.
Qalanlarında isə demək qalanlar ümumiyyətlə heyvanlardır. Heyvanlarda da 4 növ hərəkət orqanoidunun hər biri var. Amma bu saydığım üçündə, yəni bitkilərdə, bakteriyalarda və göbələklərdə sadəcə qamçı var. Ona görə də cavab burada elə C bəndi olacaq. Yəni C bəndi uyğun cavabdır. Verilənlərdən neçəsi dördlü cərgəsinə malik orqanoiddir? Dördlü cərgəsinə malik orqanoid isə deməli burada 2 membralı orqanoid, yəni mitoxondri və xloroplastı nəzərdə tutulur. Bu da 2 rəqəmi B bəndində verilmişdir. Sonra 25-də deyir ki, verilən fikirlərdən doğru və yanlış olduğunu göstərən doğru ardıcılığı seçin. Aha, demək bizə 4 dənə fikir verib. Bunların ardıcılığını seçməliyik. Bir də deyir ki, müxtəlif canlılarda eyni orqanoid müxtəlif quruluşda ola bilər. Bəli, məsələn, Holgi kompleksi. Müxtəlif canlılarda Holgi kompleksi müxtəlif quruluşdadır. Doğrudur bu. İkincisi deyir ki, eyni orqanoid hüceyrələrin yaşlanması olaraq sayını dəyişə bilər. Bəli, məsələn biz götürürük vakuolları. Cavan hüceyrələrdə, bitki hüceyrələrində sayı çoxdur, yaşlananda isə sayı azalır. Ona görə bu da doğrudur. Üçdə deyir ki, bəzi orqanoid növləri bir-birinə çevrilə bilər. Bəli, məsələn plastidlər bir-birlərinə çevrilə bilirlər. Dörddə deyir ki, hər hansı bir canlının bir hüceyrəsində olan orqanoid onun bütün hüceyrələrində olmaya bilər. Bəli, məsələn tutaq ki, insanın hüceyrələrində məsələn hüceyrə mərkəzi var, amma yumurta hüceyrələrdə hüceyrə mərkəzi olmur. Və yaxud da ki, insanın tutaq ki, hüceyrələrində olan orqanoidlərdən bir çoxu ümumiyyətlə demək olar ki, heç bir orqanoiddə heç biri yetkin eritrositlərdə yoxdur. Yəni bu olmaya bilər. Bu da doğrudur. Ona görə belə çıxır ki, fikirlərin hamısı doğrudur. Fikirlərin də hamısının doğru olduğu yer D bəndidir. 26-da deyir ki, ən qədim hərəkət orqanoidi haqqında verilən fikirlərdən hansı yanlışdır? Qamçını nəzərdə tutur. Ən qədim hərəkət orqanoidi deyir ki, qamçı haqqında verilən fikirlərdən hansı yanlışdır? Stoplazma çıxıntısı düzdür. Tək vücud sayda ola bilər. Bu da düzdür. Hərəkətə xidmət edir. Düzdür. Bütün aləmlərin, nümayəndələrin arasına rast gəlir. Bu da düzdür. Rast gəldiyi növün bütün fərdlərində müşahidə olunur. Bu yanlışdır. Məsələn, insan bir növdür. Yəni Homo sapiens növüdür. Bunun bütün fərdlərində qamçı yoxdur. Məsələn, qadınlarda qamçı yoxdur, amma kişilərin spermatozoidlərində qamçı var. Ona görə bu fikir yanlış olacaq burada. Bütün fərdlərdə rast gəlinir fikri doğru deyil. 27-də deyir ki, bir hüceyrədə eyni vaxtda müşahidə edilə bilər. Məsələn, götürüb nüvə pərdəsi və plazmidi verib A bəndində. Plazmid bakteriyalarda da, amma bakteriyalarda nüvə pərdəsi olmur. Yanlışdır. Hüceyrə mərkəzi və xloroplast. Xloroplast ali bitkilərdədir, hüceyrə mərkəzi isə ali bitkilərdə olmur. Bu da yanlışdır. Yalançıyaq plastid. Yalançıyaq heyvan hüceyrələrindədir. Plastidlər isə heyvan hüceyrələrinə xas deyil. Sonra miofibril və xromatofor. Demək, miofibril əzələ hüceyrələrindədir, yenə də heyvanlara xasdır, amma xromatofor bitki hüceyrələrindədir. Yəni bu da yanlışdır. Qeyd edək ki, ribosom və mitoxondri. Ribosom, mitoxondri bu ikisi olar. Məsələn, insanın hüceyrələrində ribosom da var, mitoxondri də var. Ona görə eyni vaxtda müşahidə oluna bilər bu. Düzdür. Sonra hansı fikir yalnız çox hüceyrələrə xas olan hərəkət orqanoidi haqqındadır? Yalnız çox hüceyrələrə xas olan hərəkət orqanoidi deyil ki, miofibrillər nəzərdə tutulur. Kişi orqanizmində rast gəlsə də qadın orqanizmində olmur. Bu fikir yanlışdır. Həm hərəkət, həm də qidalanmaya xidmət edir, hərəkətə xidmət edir. Yığıla bilən xüsusi zülalların əmələ gətirdiyi nazik tellərdir. Düzdür, yığıla bilən xüsusi zülalların, aktin və miozin zülallarının əmələ gətirdiyi nazik tellərdir. Bu doğrudur. Stoplazma müvəqqəti çıxıntısıdır, yanlışdır. Bəzi canlılarda bütün orqanizmin, bəzilərində isə kiçik hissənin, daha doğrusu hissəcik və mayenin hərəkətinə xidmət edir. Yanlışdır bu da. 29-da deyir ki, uyğunsuzluğu müəyyən edin. Kristal epifik çıxıntı deməkdir, doğrudur. Stroma, xalça, döşənək deməkdir, doğrudur. Vakus, boş deməkdir. Plastidus, formalaşmış deməkdir. Burada dolduran verib. Dolduran plazma idi. Bu yanlışdır. Plastikos yapmaq, qurmaq deməkdir. Bu da doğrudur. Sonra E-də deyir ki, 30-da deyir ki, X-in yerinə yazıla bilər. Endoplazmatik şəbəkə Golgi kompleksinin müqayisə edilir. Kanal və boşluqlar sistemindən ibarət olan hər ikisidir. Hər ikisi kanal və boşluqlar sistemindən ibarətdir. Yəni bu ortaq tərəflərdir. Qovluqçulara malik olan Golgi kompleksidir. İkincidə, hüceyrədə yaranan maddələrin toplanmasına iştirak edir. Golgi kompleksi toplayır. Endoplazmatik şəbəkədə sintez olunan maddələr orada toplanmır, amma Golgi kompleksində toplanır. Ona görə də bu üçüncünü də Z-də aid götürürük. Maddələrin hüceyrə daxilində daşınmasını təmin edən endoplazmatik şəbəkədir. Amma xaricində daşınmasını təmin edən Golgi kompleksidir. Bizə də soruşuldu ki, X-in yerinə yazılan X-ə bir dənə 4 aid oldu. Bu da A bəndində verilmişdi. Həm qidalanmağa, həm də hərəkətə xidmət edən hərəkət orqanoidi hansıdır? Yalançı ayaqdan söhbət gedir burada. Yalançı ayaqlar həm qidanın tutulmasında iştirak edirlər, həm də hərəkətdə iştirak edirlər. Ona görə də cavab B bəndi olacaq.
Hansı hüceyrə strukturları orqanoidlərin formalaşmasında iştirak edir? Burada söhbət nüvəcikdə Golgi kompleksindən gedir. Nüvəcik özü bir hüceyrə strukturudur və ribosomlar əmələ gətirir. Golgi kompleksi də özü bir hüceyrə strukturudur, o da digər hüceyrə strukturu olan lizosomları əmələ gətirir. Hansı orqanoid digər hüceyrə orqanoidlər tərəfindən formalaşdırılır? Yenə də lizosom götürürük, çünki lizosom Golgi kompleksində əmələ gəlir. Əgər ali bitki hüceyrəsinə hüceyrə mərkəzinə rast gəlinsəydi, bu zaman deməli, bu hüceyrədə neçə orqanoid ikiləşmə qabiliyyətinə malik olardı? 3 orqanoid malik olacaqdı. Hansılar? Kloroplastlar, demək, mitoxondrilər və elə sentriollar. Ona görə də 3-ün götürəcəyi bu da C bəndinə verilmişdir. 35-də bir növün populyasiyalarının qarışmamasına səbəb olan müxtəlif təcridlər hansı canlıya aid edilə bilməz? Burada noxudu götürürük, çünki noxud öz-özünə tozlanan bitkidir. Öz-özünə tozlanan bitkiyə, yəni təcridlərin, istər bioloji, istərsə də coğrafi təcridlərin, yəni heç bir maneçilik olmayacaq. Çünki o onsuz da öz-özünü tozlandırır. Linneyin işlərinə, demək, aid deyil. Binalı nomenklaturanın ilk kitabı irəli sürmüşdür. İlk kitabı irəli sürməyib. Sələfləri tərəfindən irəli sürülmüşdür, tətbiq edib bu. Yanlışdır bu. Kreasionizm ideyalarını müdafiə edirdi, doğrudur. İnsan və insana bənzər meymunları bir dəstədə yerləşdirmişdi, bəli, primatlar dəstəsində. 4 sinif təsniffat vahidini yerinə gətirmişdi, doğrudur. Əsas təsniffat vahidi kimi növü götürmüşdü, bu da doğrudur. Lamarck təkamül haqqında neçə fikir irəli sürmüşdür? Lamarck, demək, 2 fikir irəli sürmüşdü. Birincisi məşq etməkdir. İkincisi də məşq etmə nəticəsində qazanılan əlamətlərin irsən nəslə ötürülməsi. 2 fikir, bu da B bəndində verilmişdir. Sonra təbii seçim haqqında verilən fikirlərdən neçəsi doğrudur? Birinci fikirdə deyir ki, təkamül prosesinin başlıca hərəkət verici qüvvəsidir. Bu doğrudur. İkincidə deyir ki, təbii seçimin intensivliyi və istiqaməti dəyişilə bilər. Bəli. İstiqamətləndirilməmiş isi dəyişkənliklərdən daha yaxşı uyğunlaşanları seçir. Bəli. Növ geniş yayılan zaman daha zəif gedir. Bu əksinə yanlışdır. Çünki növ geniş yayılıbsa müxtəlif həyat şəraitlərinə düşüb. Yəni seçmə daha intensiv gedəcək burada. Ona görə zəif gedir fikri burada yanlışdır. Deyir ki, təbii seçimi tərəfindən az əhəmiyyətli, lakin mübarizədə faydalı olan irsi dəyişkənliklər saxlanıla bilər. Bəli, saxlanıla bilər. Ola bilsin az əhəmiyyətlidir, amma yəni növün gələcəyi üçün, yaşaması üçün faydalıdır və bunu seçimi qoruyub saxlayır. Bu da doğrudur. Ona görə burada bir dənə doğrunu soruşur. Neçəsi doğrudur demişdi. Onda 4-ü doğrudur. C bəndi. Fərdi inkişafın bütün mərhələlərinin kiçik mutasiyalar və mühitin təsadüfi dəyişmələrindən nisbətən az asılı olmasını təmin edən seçmə növü. Fərdi inkişafının bütün mərhələlərinin kiçik mutasiyalardan və mühitin təsadüfi dəyişmələrindən nisbətən az asılı olmasını təmin edən seçmə növü. Burada söhbət stabilləşdirici seçmədən gedir. Stabilləşdirici seçmə. Sənayedə inkişafı ilə əlaqədar qara kəpənəklərin rast gəlmə tezliyinin artması. Xeyr, bu deyil, bu hərəkət vericidir. Qidanın məhdudluğu ilə əlaqədar yırtıcı balıqların zıtdan formalarının yaranması. Burada da disruptiv seçmədə 2 forma yaranırdı. Fırtına zamanı uzun və qısa qanadlı quşların məhv olması. Bəli, bu orta qanadların saxlanması, stabil formaların saxlanması. Lilli sularda baş döş hissəsi ensiz olan yengəclərin yaxşı yaşaması. Xeyr, eyni bir cinsə mənsub olan qaymaqçığı növlərinin müxtəlif ekoloji şəraitə uyğunlaşması. Sadəcə burada C bəndə uyğun cavab olacaq. Xarici mühit şəraiti o qədər dəyişir ki, növün əsas kütləsi uyğunlaşma qabiliyyətini itirir. Orta normadan kənara çıxan formaların sayı artır. Söhbət hansı seçmə formasına gedir? Kənara çıxan formaların sayı artır. Orta həddən kənara çıxan formaların sayı artır. Və xarici mühit şəraiti o qədər dəyişir ki, növün əsas kütləsi uyğunlaşma qabiliyyətini itirir. Burada söhbət deməli gedir disruptiv seçmədən. Yəni burada bir neçə forma yaranır. D bəndə uyğun cavabdır. Burada 40-cı sınaq yekunlaşdı. Ümid edirəm ki, izahlar hər biriniz üçün aydın oldu. İnşallah ki, bəyənərsiniz, bəyənsəniz, bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Çox sağ olun, hər birinizə təşəkkürümü bildirirəm. Təbii seçim haqqında verilən fikirlərdən neçəsi doğrudur? Birinci fikirdə deyir ki, təkamül prosesinin başlıca hərəkət verici qüvvəsidir. Bu doğrudur. İkincidə deyir ki, təbii seçimin intensivliyi və istiqaməti dəyişilə bilər. Bəli. İstiqamətləndirilməmiş isi dəyişkənliklərdən daha yaxşı uyğunlaşanları seçir. Bəli. Növ geniş yayılan zaman daha zəif gedir. Bu əksinə yanlışdır. Çünki növ geniş yayılıbsa müxtəlif həyat şəraitlərinə düşüb. Yəni seçmə daha intensiv gedəcək burada. Ona görə zəif gedir fikri burada yanlışdır.
Deyir ki, təbii seçmə tərəfindən az əhəmiyyətli, lakin mübarizədə faydalı olan irsi dəyişkənliklər saxlanıla bilər. Bəli, saxlanıla bilər. Ola bilsin az əhəmiyyətlidir, amma yəni növün gələcəyi üçün, yaşaması üçün faydalıdır və bunu seçimi qoruyub saxlayır. Bu da doğrudur. Ona görə burada bir dənə doğrunu soruşur. Neçəsi doğrudur demişdi. Onda 4-ü doğrudur. Bəndə. Fərdi inkişafın bütün mərhələlərinin kiçik mutasiyalara və mühitin təsadüfi dəyişmələrindən nisbətən az asılı olmasını təmin edən seçmə növü. Fərdi inkişafının bütün mərhələlərinin kiçik mutasiyalardan və mühitin təsadüfi dəyişmələrindən nisbətən az asılı olmasını təmin edən seçmə növü. Burada söhbət stabilləşdirici seçmədən gedir. Stabilləşdirici seçmə. Sənayedə inkişafı ilə əlaqədar qara kəpənəklərin rast gəlmə tezliyinin artması. Xeyr, bu deyil, bu hərəkət vericidir. Qidanın məhdudluğu ilə əlaqədar yırtıcı balıqların zıtdan formalarının yaranması. Burada da disruptiv seçmədə iki forma yaranırdı. Fırtına zamanı uzun və qısa qanadlı quşların məhv olması. Bəli, bu orta qanadların saxlanması, stabil formaların saxlanması. Lilli sularda baş döş hissəsi ensiz olan yengəclərin yaxşı yaşaması. Xeyr, eyni bir cinsə mənsub olan qaymaqçığı növlərinin müxtəlif ekoloji şəraitə uyğunlaşması. Sadəcə burada C bəndə uyğun cavab olacaq. Xarici mühit şəraiti o qədər dəyişir ki, növün əsas kütləsi uyğunlaşma qabiliyyətini itirir. Orta normadan kənara çıxan formaların sayı artır. Söhbət hansı seçmə formasına gedir? Kənara çıxan formaların sayı artır. Orta həddən kənara çıxan formaların sayı artır. Və xarici mühit şəraiti o qədər dəyişir ki, növün əsas kütləsi uyğunlaşma qabiliyyətini itirir. Burada söhbət deməli gedir disruptiv seçmədən. Yəni burada bir neçə forma yaranır. D bəndə uyğun cavabdır. Burada 40-cı sınaq yekunlaşdı. Ümid edirəm ki, izahlar hər biriniz üçün aydın oldu. İnşallah ki, bəyənərsiniz. Bəyənsəniz, bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Çox sağ olun. Hər birinizə təşəkkürümü bildirirəm.